Salam, hər vaxtınız xeyir olsun, hörmətli Əmlak TV izləyiciləri. Hörmətli Əmlak TV izləyiciləri, bugün Biləcəri qəsəbəsində 4 mərtəbə, 8 mənzil, 18 otaqdan ibarət apartman tipli bir bina evimiz satışa çıxıb. Bu ev təcili satışa çıxdığına görə qiyməti real qiymətindən ucuzdur. Ətraflı məlumat vermək üçün xahiş edirəm. Eşitmək üçün məlumatı xahiş edirəm, videonu axıracan dinləyəsiniz və videonun sonunda endirimli qiyməti sizə təqdim edəcəm. Buyurun, baxın. Gördüyünüz kimi, bax, bu 4 mərtəbədir, birinci mərtəbə. İki tərəfdən də girişi var, yəni 2 dənə də qarajı var evin altında, onu da sizə təqdim edəcəm və o tərəfdən həyətə giriş var. 6 sotun içərisində inşa edilmiş binadır. Gördüyünüz kimi həyət yaşıllıqdır. Buranın bağ sahəsi kimi də istifadə etmək olar. Ondan sonra bağça kimi də istifadə etmək olar. Apartmandır, hər mənzilin girişi ayrıdır. Blok tipli mənzil binadır. Həyətyanı sahəyə baxış keçirdirik. Bu isə demək, bura plaşatkadır. Yəni eyvan kimi mənzilə aiddir, binaya aiddir. Buradan Biləkandan düşürük həyətə. Aşağı hissədə, bax, bu hissədə gördüyünüz kimi otaqlar var, əlavə kirayə vermək üçün. Hələ ki, bir otaqda toyucuca saxlayırlar, qalan otaqlar hamısı boşdur. İçərisində mətbəxi, sanitar qovşağı da var. 1, 2, 3 və 4. Həyətdə meyvə ağacları cürəbəcürə. 50-60 dənə meyvə ağacı var. Besetkası da var, gördüyünüz kimi söhbətgah. Kombi aparatı, hər evə aid bir kombi aparatı var. Buyurun, baxın, bahalı Emergaz aparatlardandır. Həyəti də əlavə baxış buradan keçirdirik. Söhbətgahı da göstərirəm sizə. Və hörmətli izləyicilər, bu hissədən həyətə giriş var, darvazası buradandır. Binanı çöl tərəfdən sizə təqdim edirəm. Bina özü hər tərəfdən kamera ilə təchiz olunmuşdur. Giriş evə buradan da var, qarajdan. Daha doğrusu buradan da otağa daxil oluruq. Birinci mərtəbədə yerləşən 2 otaqdan ibarət mənzili sizə təqdim edirəm. Buyurun, baxın. Bura mətbəxdir. Sanitar qovşaq burada yerləşir. Daha doğrusu da üzr istəyirəm, qaraj burada yerləşir. Bura qarajdır. Və burada da sanitar qovşaq var. Hörmətli izləyicilər, daxil oluruq bloka. Bloka giriş bu hissədəndir. Gördüyünüz kimi bu hissədəndir. Yəni yoldan. Yolu da sizə təqdim edirəm. Buyurun, baxın. Bura yoldur. Asfalt qapısına qədər. Asfalt qapısına qədər. Yol tərəfdən də binanın fasadını sizə təqdim edirəm. Buradan da qaraja giriş var. Çox gözəl və mənzərəli bir yerdə inşa edilmişdir. Bu hissədən də həyətə giriş var. Hər iki tərəfdən bu hissədən darvazası var və bir daha onu göstərim ki, bu hissədən də darvazaya giriş var. Darvazadan və burada da qaraj var. 2 qarajdan ibarətdir. Hər mərtəbəsində 2 otaq və 3 otaqlar var. Ümumi sahəsi, yaşayış sahəsi 800 kvadratdan ibarətdir. Daxil oluruq bir daha binanın blokuna. Döşəmə hissəsi istif oldu. O tərəfi sizə təqdim etdim. Buranı da sizə təqdim edirəm. Əlavə 2 otaq, sanitar qovşaq və mətbəx burada da var. Əşyalar satışdan sonra nə görürsünüzsə hamısı qalacaq. Bu hissədən də girişini sizə təqdim edirəm. Veya çöl tərəfdən, yol tərəfdən də darvazanı sizə təqdim etmişdim. Buyurun, baxın. Həyəti heç bir yerdən görünmür qonşular tərəfindən.
Bir daha təkrarlayım. 8 mənzil və 18 otaqdan ibarətdir. Qaraj burada da var, gördüyünüz kimi. Qalxırıq ikinci mərtəbəyə. Mərtəbələr arası hamısı monolit betondur. 18 dənə beton sütunlardan inşa edilmişdir bina. Gördüyünüz kimi blok hissəsini bir daha təkrar edirəm, göstərirəm sizə. Blok da çox genişdir, rahatdır, yəni daxil oluruq. İkinci mərtəbədə yerləşən iki otağa. Bura mətbəx studiyadır, çox genişdir, təxminən 25 kvadrat olar. Pəncərələri də gördüyünüz kimi genişdir, 3 pəncərəsi var. Mətbəx studiyası sayılır bura. Döşəmə hissəsi parket. Bütün nə gördüyünüz əşyalar var, mətbəx mebeli, hamısı da bir sözdən hamısı qalır. Paltar yuyan maşınıdır, soyuducular hamısı qalır. Çıxırıq dəhlizə. Yəni giriş qapısı buradandır. Çıxırıq dəhlizə və daxil oluruq qonaq otağına. Qonaq otağı da təxminən 30 kvadrat olar. Evdə Wi-Fi-da fəaliyyət göstərir. Bu əşyalar gördüyünüz bütün əşyalar hamısı qalır satışdan sonra. Buradan eyvana giriş var və həyət buradan da görünür. Təmiri də yaxşıdır. Və buradan daxil oluruq sanitar qovşağa. Sanitar qovşağı da tam təmirlidir. Aksesuarlar, bahalı aksesuardır hamısı. İstipoldan ibarətdir. Çıxırıq bloka və burada iki otaqlı eyni proyektlə olan mənzil var. Lakin evdə mənzilin qapısı bağlı olduğundan oranı sizə təqdim edə bilməyəcəm. Bütün əşyaları da var. Proyekt də həmin proyektdir. İndi baxdığınız proyekt kimi. Qalxırıq blokdan 3-cü mərtəbəyə. Bloku bir daha təkrar göstərimsə geniş blokdur, rahat. Daxil oluruq 3-cü mərtəbədə yerləşən 3 otaqlı mənzilə. Sağ tərəfdə yataq otağı yerləşir. Təmir yaxşıdır. Pərdələr, kondisioner, bütün hamısı əşyalar, gördüyünüz bahalı əşyalar hamısı qalır. Satışdan sonra çıxırıq dəhlizə. Daxil oluruq digər bir yataq otağına. Tavanın hündürlüyü 3 metr 60 santimetrdir. Döşəmə hissəsi parketdir. Yəni laminat deyil, parketdir təmiz. Və daxil oluruq 3-cü otağa. Buradan eyvana giriş var. Burada şəhərin mikrorayon hissəsi, Varovski hissəsi, Pasolka Kirov və 20 yanvar tərəfə bu gördüyünüz Yasamal dağlarıdır. Gördüyünüz kimi bunlar hamısı buradan görünür, mənzərəsi görünür rahat. Və sanitar qovşağa baxış keçirdirik. Kombi istilik sistemi tam işlək vəziyyətdədir. Buradan çıxırıq yenidən bloka və buradan daxil olur, blokdan daxil olur digər bir 3 otaqlı mənzilə. Buradan sola baxırıq, burada qonaq otağı kimi sayılır. Kondisioner burada da var, bütün otaqlara divan, kreslo, kondisioner, yataq otağı hamısı var.
Çıxırıq dəhlizə. Daxil oluruq yataq otaqlarının birinə. Pəncərələrin də qarşısını heç bir maneə kəsmir. Və buradan daxil olur, uşaqlar üçün nəzərdə tutulmuş yataq otağına. Üçüncü yataq. Buradan bütün otaqlardan, bütün mənzillərdən eyvana çıxış var. Bir daha təkrar edirəm, buradan baxın. Şəhərin mənzərəsi görünür burada. Həyət də buradan rahat görünür. Çıxırıq dəhlizə və daxil oluruq sanitar qovşağa. 3-cü mərtəbədə yerləşən 3 otaqlı mənzil sanitar qovşağına. Hörmətli izləyicilər, bir daha bloku sizə təqdim edirəm. 3-cü mərtəbədən bütün otaqlarda radiator sistemi və dəhlizdə də blokda da radiator sistemi quraşdırılıb. Qalxırıq 4-cü mərtəbəyə. Dördüncü mərtəbədə burada böyük bir zal yerləşir. Mansard tipli, lakin hündürlüyü təxminən 3 metr 50 santıdır. Eyvana buradan çıxış var. Həyəti buradan bir daha təkrar təqdim edirəm sizə. Buyurun, baxın. Şəhərin bütün mənzərəsi buradan görünür. Binəqədidən tutmuş, ta ki Pasolka Kirovdur, Varovskadır, 9-cu mikrorayon. Ondan sonra 20 yanvar və Yasamal dağları, bu yandan da Xocasən. Və burada əlavə olaraq süsəni yerləşib, hər ehtimala qarşı filtrdən keçmiş sular buradan çənə dolur və çəndən binaya vurulur. Burada da pəncərə var. Buradan çıxırıq və daxil oluruq 4-cü mərtəbədə yerləşən digər bir zala. Eyni proyektdir. Oradan da eyvana giriş var və burada da əlavə olaraq 3 tonluq çən var, hər ehtimala qarşı. Əslində buranın suyu daimidir. Ev sahibi tərəfindən filtrdən keçmiş su ilə təchiz olunur bina. Hörmətli izləyicilər, bir daha təkrar edirəm. Ev yerləşir Biləcəri qəsəbəsində, 4 yol deyilən yerdə, Kəpənəkçi marketin yaxınlığında, 202, 92, 170 nömrəli marşrutlara yaxın bir ərazidə, asfalt qapısına qədər olan 4 mərtəbə, 800 kvadrat, 8 mənzil, 18 otaqdan ibarət apartman tipli bir mənzil, binadır. Bütün su, qaz, işıq hamısı təchiz olunmuşdur. Ümumi torpaq sahəsi 6 sotdur. Yaşayış binasının sahəsi 800 kvadratdır. Bu binanın mənzilin, yəni ilkin qiyməti 450 min manatdır. Sənədləri də bələdiyyə qərarıdır, arxiv sənədi var, qanuni sənəddir, 2002-ci ildə verilmiş sənəd. Bu binanı bir daha təkrar bağça kimi, idarə kimi, apartman kimi istifadə etmək olar. Xahiş edirəm Əmlak TV kanalına abunə olun, videolarımızı bəyənin, paylaşın ki, gələcəkdə yeni çıxmış evlərlə sizi tanış edə bilim. Əlaqə nömrəsi 055 511 0502. Çox sağ olun, təşəkkürlər bizə görə.